Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir qoyun kəsdi. Dərisini ətindən ayırdı. Əti doğrayıb hazırladı. Bu vaxt bir kasıb adam gəldi. Ətdən biraz ona verdi. Biraz sonra başqa bir ehtiyac sahibi gəldi. Ona da ətdən verdi. Sonra başqa gələnlər də oldu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm heç kəsi əli boş qaytarmadı. Onlara da verdi. Hələ biraz da ət qaldı. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Həzrəti Ayşədən qoyunun ətindən nə qaldı deyə soruşdu. Həzrəti Ayşə radiyallahu an yalnız bir budu qaldı dedi. Bunun üzərinə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir budundan başqa qalanı bizə qaldı. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm bu cavabı Həzrəti Ayşəni düşündürdü. Demək olar ki, bütün əti paylamışdılar. Halbuki əllərində sadəcə bir bud qalmışdı. Peyğəmbərə görə əllərindəki deyil, başqaları ilə paylaşdıqları onlara qalır. Başqa sözlə, özümüzə saxladığımız deyil, başqaları ilə bölüşdüklərimiz bizimdir. Bəli, əziz dostlar, paylaşmaq əlimizdə olan yaxşı və faydalı şeyləri başqalarına da vermək və onları xoşbəxt etməkdir. Həyat paylaşmaqla gözəl və mənalıdır. Paylaşmağın olmadığı bir dünyada əlimizdə olanların mənası olmur. Qurban da tamamilə paylaşmağa əsaslanır. Bu ibadət sayəsində ehtiyacı olanlar az da olsa ehtiyaclarını qarşılayır. Paylaşmaq insanları xoşbəxt eləyir. İnsanları xoşbəxt etmək isə böyük bir fəzilətdir. Əgər dadını bilsəz, çörəyi paylaşmaq çörəkdən daha ləzzətlidir. Qurban bayramınız mübarək olsun.